Bəşəriyyət bütün dövrlərdə sabahını, gələcək inkişafını, müqəddəratını məhz gənclərlə bağlayıb. Gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlardan biri də heç şübhəsiz Azərbaycan gəncliyidir. Çağdaş dünyamızın gələcəyi necə olacaq? Bunu da gəncliyin bugünkü siması müəyyənləşdirəcək. Nəzərə alsaq ki, ölkə əhalisinin təxminən 40% qədərini gənclər təşkil edir, demək bu göstərici heç də kiçik potensial deyil. Bu mənada gənclər siyasətinin daim dövlət və cəmiyyətin diqqət mərkəzində olması da təbii haldır. Çoxsaylı gənclik ordusu üçün hazırladığımız verilişimizin bu dəfəki buraxılışında məhz gənclər təşkilatlarının fəaliyyətinə, bu sahədə həyata keçirilən layihələrə, problemlərə həsr etmişik. Azərbaycanda Gənclər Təşkilatları İnstitutu kifayət qədər möhkəmdir. Region gənclərinin, eləcə də paytaxt gənclərinin o marağına uyğun layihələr icra etməlidirlər. Öz yollarınız, öz layihələriniz və öz ideyalarınız olmalıdır və yeni bir məhsul çıxarılmalıdır ortalığa. Çox çalışmaq, inkişaf etmək, yeniliklərə açıq olmaq və təşəbbüskar olmaq lazımdır ki, müəyyən problemlərin həllinə özlərinə töhfə vermiş olsunlar. Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas iştirakçılarından biri olmaqla yanaşı, vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biridir. Son statistik təhlillər göstərir ki, ölkəmizdə 170-dən artıq gənclər təşkilatı var. Onlardan 101-i məhz 2005-ci ildən 2008-ci ilin oktyabr ayındakı formalaşıb və qeydiyyata alınmışdır. Həmin dövr ərzində gənclərin 110 layihəsi maliyyələşdirilmişdir. Son 2 ildə maliyyəsi dövlət tərəfindən ayrılan layihələrin sayı 2 dəfə artmışdır. Bu arada müsahiblərimizin fikirlərini də bilmək maraqlı olardı. Onlar necə hesab edir? Gənclər təşkilatlarının əhəmiyyəti nədir? Gənclər təşkilatları qeyri-hökumət təşkilatları arasında seçilir. Bu, bütün dünyada belədir və xüsusən burada məqam ondan ibarətdir ki, gənclər təşkilatlarının rolu ancaq dövlətin hər hansı funksiyasını yerinə yetirməkdə deyil. Xüsusən də həmin ölkənin gənc vətəndaşlarını dövlət idarə etməsinə və ölkədə baş verən proseslərlə tanış olmasına, ölkədə olan ictimai mühitlə, ictimai-sosial mühitlə, biznes mühitlə yaxından tanış olmaq üçün bir tramplindir. Gənclər təşkilatları qanunverici orqan deyil, icra edici də orqan deyil. Ancaq onların özünə məxsus bir fəaliyyəti var deməli cəmiyyətdə ki, bu sırf daha çox maariflənmədir, mən belə başa düşürəm. Çünki maariflənmə elə bir prosesdir ki, bu heç vaxt çox deyil. Heç vaxt deyə bilmərik ki, artıq yetər, maarifləndik, artıq hər şey bilirik, kifayətdir. Və bu səbəbdən də maariflənmənin həyata keçirilməsində gənclər təşkilatlarının kifayət qədər önəmli yeri var. Və bilirsiniz, bugün informasiya əsridir və birinin digər üzərində qələbəsi
ideoloji müharibədən keçir və ideoloji müharibədə kim qalib gəlirsə, ideoloji tərbiyə kim tərəfindən daha yaxşı aparılırsa, qalib tərəf də odur. Və bu gün də gənclər təşkilatlarının üzərinə bu prosesdə ciddi məsuliyyət düşür. Cəmiyyətin sosial problemlərinin həll olunması üçün vətəndaşların təşkilatlanması, onların bir yerə toplanıb hər hansı bir ideya ətrafında birləşdirilməsi deməkdir. Yəni, beynəlxalq təcrübədə də gənclər təşkilatlar, nəinki gənclər təşkilatları, bütün qeyri-hökumət təşkilatlarının fəlsəfəsi bundan ibarətdir. Gənclər təşkilatlarının digər qeyri-hökumət təşkilatlarının fərqi orada təşkil olunan fərdlərin, insanların gənc yaşında olması ilə əlaqədardır. Böyük bir yalnız yaş fərqi var. Amma demək olar ki, gənclər təşkilatları digər qeyri-hökumət təşkilatları ilə tam da eynidir. Çünki yaş fərqindən asılı olmayaraq bütün problemlər əgər gəncləri əhatə edirsə, bütün cəmiyyəti əhatə edir. QT-lər dedikdə biz xüsusi olaraq onu qeyd edə bilərik ki, QT qeyri-dini, qeyri-siyasi və qeyri-kommersial bir qurumlardır. Yəni bunların ancaq QT-lərin fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafını hesablanmalıdır. Xüsusən də gənclər təşkilatları gənclərin hər tərəfli inkişafı, gənclərin vətəndaş cəmiyyətində bir növ inkişafında rolunun olması, artırılması, həmçinin qərarların qəbulunda iştirakının artırılmasına bir növ yönləndirilmiş qurumlardır və hesab edirəm ki, bu günləri gənclər təşkilatları gənclər siyasətinin ayrılmaz və əsas tərkib hissəsidir. Bugün gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin günü-gündən genişlənməsinin nəticəsi olaraq Gənclər Avropa Şurası, həmçinin Avropa İttifaqının gənclər fəaliyyəti layihəsi çərçivəsində müxtəlif mədəni və elmi mübadilələrdə, seminarlarda, təlim kurslarında, festivallarda, forumlarda və konqreslərdə iştirak edirlər. Lakin uğurlarla yanaşı bu sahədə çatışmazlıqlar da var. Daha ətraflı isə müsahibimizin öz dilindən eşitdik. Bir mənzərəyə nəzər salsaq, Azərbaycanda 2500-dən artıq qeyri-hökumət təşkilatı var. Bunun 250-300-ə qədəri gənclər təşkilatıdır və çox sevindirici haldır ki, gənclər təşkilatları daha fəaldır, nəinki digər sahəyə məşğul olan qeyri-hökumət təşkilatları. Və gənclər təşkilatlarından da 250-300 QHT-dən müəyyən bir sayının daha fəaldır və cəmiyyətin müxtəlif sferalarında onların fəaliyyətini daha yaxşı görmək mümkündür. Ancaq digər təşkilatlar, onlarda bir inkişafa meyillilik sanki yoxdur. Gənclər təşkilatları özlərinin insan resurslarını zənginləşdirməyə meyilli deyirlər. Onların da bölmək olur qruplara ki, sırf qrantlarla çalışanlar, eyni zamanda qrantlar və öz daxili imkanları hesabına fəaliyyət göstərənlər və daha çox təşəbbüs göstərənlər, eyni zamanda adı olub özü olmayan gənclər təşkilatları. Gənclər təşkilatlarımız bəzən fəaliyyətləri həyata keçirirlər. Ancaq onu ictimailəşdirə və o məlumatı ictimaiyyətə çatdıra bilmirlər. Digər bir tərəfdən gənclər təşkilatlarının maliyyələşməsi əksər hallarda layihədən layihəyə prinsipi ilə həyata keçirilir. Yəni, mənim hansısa bir layihəm var, mən bu layihə ilə bağlı prioritet üzrə müraciət edirəm, maliyyəmi alıram və layihəmi yekunlaşdırandan sonra fəaliyyətimi dayandırmaq məcburiyyətində oluram. Hesab edirəm ki, burada çox vacibdir ki, gənclər təşkilatlarının maliyyələşdirilməsinə biraz başqa yanaşma əlavə olunsun. Xüsusən struktur qrantlarının ayrılması mənim hesabımca çox vacib olardı, çox müsbət bir nəticə verərdi. Böyük bir statistikaya baxsaq, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının demək olar ki, böyük əksəriyyəti 90%-ə qədəri Bakı şəhərində formalaşır. Regionlarda çox azdır, hətta 1-2, hətta elə region var ki, orada qeyri-hökumət təşkilatı yoxdur. Amma bu problemin arada qaldırılması məhz bu fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının 1-2 də olmasına baxmayaraq, onlar daha çox dəstək, institusional dəstək olmalıdır, təşkilat dəstək olmalıdır. Adətən nəzər salsaq, elə bir regionlar vardır ki, orada gənclər siyasətinin şaxələnməsi yoxdur. Orada gənclər təşkilatları yoxdur, gənclərlə işləyən idman idarələri,
müasir tələblərə cavab vermir. Bəzilərinin yaşları həddindən çox, bəzən 50-60 üzərindədir. O baxımdan biz xüsusi olaraq regionlarda bu siyasətin formalaşmasını ən vacib özümüzə amal hesab edirik. ...2008-ci ildə prezident yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Şurasının yaranması ilə Azərbaycanın ictimai həyatında yeni mərhələnin başlanğıcı qoyulub. Bu da təşkilatların layihələrini həyata keçirmələri üçün böyük şans yaradır. Xatırladaq ki, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Şurasının 2008-ci ildə keçirdiyi maliyyə müsabiqəsində 361, 2009-cu ildə 569 təşkilat iştirak edib. 2010-cu ilin birinci maliyyə müsabiqəsində isə 489 təşkilat qatılıb. 2008-ci ildə 1,2 milyon, 2009-cu ildə 2 milyon 68 min manat, 2010-cu ilin birinci maliyyə yardım müsabiqəsində isə 1 milyon 155 min 90 manat məbləğində maliyyələşmə həyata keçirilib. Yəni, aprel ayına qədər olan statistikanı əsas götürsək, 3 il ərzində maliyyələşən layihələrə cəmi 4 milyon 423 min manatda çox vəsait ayrılıb. Bu vəsait indiyə qədər keçirilən 3 müsabiqə çərçivəsində təxminən 500-dən çox təşkilat arasında paylanır. Lakin əfsuslar olsun ki, yaradılan imkanlardan çox az təşkilat bəhrələnir. Çox xoş bir haldır ki, və dünyanın heç də bütün ölkələrində bu yoxdur ki, dövlət birbaşa olaraq qeyri-hökumət təşkilatlarına və xüsusən gənclər təşkilatlarına qayğı göstərir və maliyyə dəstəyi ayırır. Müxtəlif fondlar və qrant müsabiqələri çərçivəsində. Bu çox müsbət haldır və ümumiyyətlə bu sektorun inkişafına müsbət təsir göstərir. Ümumi dinamikanın saxlanmasına müsbət təsir göstərir. Burada həqiqətən də ehtiyac var ki, gənclər təşkilatları ancaq dövlətin dəstəyinə arxalanmasınlar. Aydındır ki, dövlət öz dəstəyini göstərir və bu arxanı göstərir. Ancaq digər tərəfdən dövlətin verdiyi imkanlardan, yəni dövlətin büdcəsinin ayırdığı imkanlardan yararlanaraq gənclər təşkilatları digər maliyyə resurslarına çıxış əldə etməlidir ki, dövlət büdcəsindən ayrılmış hər bir manat 5 manata çevrilsin, 10 manata çevrilsin və yenidən də qayıtsın, yenidən investisiya olunsun gənclərə. Bu, mənim fikrimcə çox vacib olan hallardan biridir. Bugün gənclər təşkilatlarının öhdəsinə düşür ki, onlar daha çox yenilikçi ideyalarla çıxış etsinlər. Bilirsiniz, qlobal rəqabətə davamlılıq, çox sürətlə inkişaf edən bir dünyada, çox sürətlə dəyişən bir dünyada yaşayırıq. Ona görə bütün qurumlar üzərinə bir məsuliyyət düşür bu sürətdən geri qalmamaq, bu qlobal rəqabətə davamlılıq nümayiş etdirmək, o cümlədən də gənclər təşkilatları üzərinə düşür və təbii ki, burada yenilikçilik, yeni ideyaların təbliğ olunması, müxtəlif maraqlı, kreativ layihələrin həyata keçirilməsi çox önəmlidir və çox vacibdir ki, gənclər təşkilatları layihələri görüntü xətrinə, foto üçün, PR üçün deyil də nəticəyə hesablanmış həyata keçirsinlər. Bu çox önəmlidir. 10 il əvvəl nəzər salsaq, maliyyə imkanları kifayət qədər məhdud idi və demək olar ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının maliyyəsinin böyük bir qismi xaricdən alınan qrantlar hesabına təmin olunurdu. Bu deməzdim ki, bütün QT-lər xaricdən alınan qrantlarla işləyə bilir. Çünki burada ən birinci bariyer dil bariyeri ortaya çıxırdı. İngilis dili məhdudiyyəti var idi. Kifayət qədər güclü olan və böyük ekspertləri öz ətrafında toplayan təşkilatlar maliyyəni xaricdən alırdı. Daxildə maliyyə isə nisbətən zəif idi. Amma indiki dövrə nəzər salsaq, böyük əksəriyyət daxili maliyyə hesabına fəaliyyət göstərir və bunun müsbət tərəfləri çoxdur. Ən azından belə deyək, başqa təsir altında, ideologiya altında fəaliyyət göstərmənin nisbəti azalır. Regionlarda peşə təhsili müəssisələrinin bir növ həm texniki cəhətdən təmin olunması, həmçinin kadr potensialı olduqca ürəkaçan səviyyədə deyildir. Bu baxımdan şəxsiyyət yönümlü kadrların, peşə ixtisaslarının inkişafı regionlarda əsas bizim məqsədlərimiz olmalıdır ki, bu da öz yerində
məşğulluğun artırılmasına xidmət edəcək, həmçinin sahibkarlığın artırılmasına xidmət edəcək və iqtisadi tələbata uyğun biz gənc kadrlar formalaşdırmağa başlayacağıq. İkinci əsas bir növ təkliflərim ondan ibarətdir ki, biz xüsusi olaraq şirkətlərə çağırış edirik, özəl qurumlara çağırış edirik ki, korporativ sosial məsuliyyət çərçivəsində gənclər təşkilatlarına, qeyri-hökumət təşkilatlarına işlənilsin. Çünki hər hansı bir cəmiyyətdə olan ictimai və yaxud da sosial problemləri yalnız dövlətin üzərində düşməməlidir. Burada ümumi vətəndaş cəmiyyəti vəhdət olaraq çalışmalıyıq ki, bu istiqamətdə özəl qurumlarının dəstəyi gənclər təşkilatları üçün önəmlidir. Maraqlıdır. Bəs bütün bu uğurlu layihələrdə iştirak edən gənclər, tələbələr qeyri-hökumət təşkilatlarının fəaliyyətindən nə qazanırlar? Gənc liderlər ictimai fəaliyyətin əhəmiyyətini necə qiymətləndirirlər? Gənclərin burada birgə toplaşması, müxtəlif ali təhsil müəssisələrindəki olan gənclərin bir-birilə dostluq, ünsiyyət tapmasıdır. Bir tələbə olaraq burada tanımadığım gənclərlə, tələbələrlə dost oldum, ünsiyyət qurdum, bir-birimizlə əlaqələndirdik. Öyrənə bilmədiklərimi öyrəndim, öyrəndiklərimi də o dostlarımla bölüşdüm. Bunların belə olması həqiqətən təqdirə layiqdir. Gənclər təşkilatları mənə konkret olaraq şəbəkələşməyi öyrətdi. Mən müxtəlif insanlarla görüşürəm, müxtəlif insanlarla təmasda oluram, dost qazanıram. Ən böyük bir amil dost qazanıram. Həm yaşıdlarım arasında, məndən böyük olan insanlarda. Mən ölkəmizin aparıcı ekspertləri, mütəxəssisləri, elm adamları, nazir və beynəlxalq təşkilat nümayəndələri ilə görüşürəm. Ən azından mənim dünya görüşümün formalaşmasına QT-nin rolu əvəz olunmaz qədər böyükdür. Gənclər təşkilatlarının ən böyük əhəmiyyəti onlarınsa gənclərin dünya görüşünün artması, onların intellekt səviyyələrinin, şəbəkələşməsinin, yeni dostların, yeni tanışlıqların və son olaraq da gələcək karyeralarının qurulmasına böyük əhəmiyyət kəsb edir bu təşkilatlar. Yəni, hər bir tələbə özünün gələcəyini bu təşkilatlarda tapa bilər. Heç şübhəsiz gənclər təşkilatlarının fəaliyyətini stimullaşdırmaq məqsədi ilə dövlətimiz bir sıra layihələr imza atıb. Məhz cənab prezident İlham Əliyevin dəstəyi ilə bu gün gerçəkləşməkdə olan layihələrin əksəriyyətinin maliyyə dəstəyi dövlət tərəfindən təmin olunur. Bu layihələrdə iştirakdan təkcə paytaxt gəncləri yox, eyni zamanda regionlarda fəaliyyət göstərən gənclər təşkilatları da bəhrələnirlər. Cənab prezidentlə olan görüş bizə xoş təəssüratla yanaşı, həmçinin böyük bir məsuliyyət verdi. Çünki orada səsləndirilən fikirlər, həmçinin müzakirələr mövzusu həqiqətən geniş istiqamətli idi. Xüsusi olaraq orada 2015-2025 Azərbaycan gəncliyinin dövlət strategiyasının hədəfləri müzakirə oldu. Mən özüm təhsillə daha çox fəaliyyət göstərən təşkilatın rəhbəri olduğumdan cənab prezidentin xüsusilə təhsillə bağlı vurğuladığı fikirlər daha çox diqqətimi cəlb edir ki, burada həm texniki peşə məktəblərinin kadr potensialının artırılması, həmçinin xarici təhsil dövlət proqramının müddətinin uzadılması, həmçinin ixtisasların xüsusi olaraq dar çərçivəli ixtisasların yaradılması daha çox diqqətimizi cəlb edir. Həmçinin cənab prezident bu görüşdə də region gənclərinin inkişafı, onların bilik və potensialının artırılması istiqamətində bizə qarşımıza hədəflər qoydu. Bilirsiniz ki, Gənclər Təşkilatları Milli Şurası artıq bir ildən çoxdur ki, yerli gənc adlanan proqram həyata keçirir və Bakıda və digər böyük şəhərlərdə fəaliyyət göstərən gənclər təşkilatlarını kəndlərə aparır, kəndlərdə gənclərlə tanış edir və gənclər üçün fəaliyyətlər təşkil edir. Mənim sizin vasitənizlə gənclər təşkilatlarına bir çağırışım da olacaqdır ki, həqiqətən də bugün ehtiyac yaranır ki, gənclər təşkilatları ancaq öz fəaliyyətini böyük şəhərlərdə və paytaxtda qurmasın. Kəndlərə çıxsın, ucqar rayonlara getsin. Həmin regionlarda yaşayan gənclər dövlətin verdiyi bütün imkanlardan tam yararlanmalıdır. Qeyri-hökumət təşkilatlarında fəaliyyət universitet təhsili ilə bərabər səviyyədə tutulacaq bir təcrübə verir. Universitet əgər nəzəriyyə verirsə, ali təhsil müəssisəsi nəzəriyyə verirsə, qeyri-hökumət təşkilatları bunu praktikaya çevirir və təcrübə ilə artıq həmin gənc daha da təkmilləşir, öz biliklərini universitetdə ali təhsil məsələlərində öyrəndiklərini artıq prosesdə tətbiq edir və daha da təkmilləşir.
Bu, hər bir ictimai sektor üçün, özəl sektor üçün və dövlət sektor üçün hazır kadr deməkdir. Bir növdə buna belə də baxa bilərik ki, cəmiyyətin problemlərini həll etmiş şəkildə ortaya çıxardır. Hazır kadr var, işsizlik probleminin aradan qaldırılması üçün çox önəmli bir roldur və gələcəkdə də daha yaxşı, keyfiyyətli bir nəticənin ortaya qoyulması, keyfiyyətli bir idarə etmənin ortaya qoyulmasına kömək edir. Bugün Azərbaycanda gənclər təşkilatlarının əsas problemi stabil maliyyə mənbələrinin olmaması ilə bağlıdır. Belə ki, təşkilatların bir çoxu maliyyə çatışmazlığı səbəbindən daimi ofis və kadr potensialına malik deyillər. Bu isə nəticə etibarilə qeyri-hökumət təşkilatlarının normal fəaliyyət göstərməsinə, ictimai səmərəsi olan sambalı layihələr hazırlanmasına mane olur. Maraqlıdır. Bəs problemdən çıxış yolu nədədir? Müsahiblərimizin təkliflərini bir izləyək. Beynəlxalq təşkilatlardan qrant alma nisbətən qanunla biraz tənzimlənir deyənə məhdudlaşmalar var. Amma bunu da məhdudlaşma nizamlansa və yenidən beynəlxalq donorlardan mane alınması artsa, bu müsbətdir, ölkəyə varid gəlişi deməkdir. Beynəlxalq təşkilatların təcrübəsindən faydalanmaq deməkdir. Və ən çox da desəm ki, gənclər təşkilatlarına bu daha çox fayda verir. Məsələn, Avropa İttifaqının gənclərin maarifləndirməsi, onların təhsil, formal və qeyri-formal təhsil proseslərinə cəlb olması üçün kifayət qədər böyük proqramları var. Və Azərbaycan tam olmasa da qismən bu proqramlardan istifadə edə bilər. Çox xoşaldır ki, Milli Məclisdə Gənclər və İdman Komitəsi yaradıldı və bu komitə inanıram ki, məhz elə gənclər və idman sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə də məşğul olacaqdır. Və xüsusən mənim qeyd etmək istədiyim təklif ondan ibarətdir ki, gənclər təşkilatı statusu müvafiq normativ hüquqi aktlara daxil olunsun və gənclər təşkilatı və gənclərlə işləyən təşkilatlar öz statusuna görə fərqləndirilsin. Gənclər öz gələcək karyeralarını qurduqları halda heç də universitet və ev arasındakı yolda qalmasınlar. Həqiqətən də universitetdən kənar sosial həyatla da öz inkişaflarını artırmaq üçün qeyri-hökumət təşkilatlarına qoşulsunlar. Çünki könüllü fəaliyyətində həqiqətən də gənclər pul almırlar. Ona görə yox ki, könüllülərin əziyyəti, əməyi dəyəri yoxdur. Ona görə ki, onların əziyyəti, əməyi qiymətsizdir. Və bu baxımdan biz gəncləri könüllü olmağı çağırırıq, təşkilatlara qoşulmağı, həmçinin ictimai sferada aktiv olmağı çağırırıq. Hər bir gənc dərk etməlidir ki, o gələcəyin qurucusudur, o gələcəyin təminatçısıdır, o gələcəyin kadrıdır, o gələcəyin valideynidir. Və əgər bugün cəmiyyətdə nəsə xoşumuza gəlmirsə, hansısa problemlə qarşılaşırıqsa və bugün gənc sadəcə bunu deməklə, belə deyək, ah-uf etməklə deyil, bu problemin həlli istiqamətində hansı addım atmalıdır? Bu addım nə ola bilər? Ən birincisi özünün inkişaf ola bilər. Hər bir gənc çalışmalıdır ki, fərdi inkişafına nail olsun. Dünya görüşünü artırsın, biliyini artırsın. Bu çox önəmlidir. Çox təəssüf ki, müəyyən bir kütlə var ki, gənclər arasında. Onlar ancaq səhər institutda dərslərə gedir, universitetdən qayıdır, ancaq fəaliyyəti bununla yekunlaşır. Olmaz belə. Yəni, mən bayaq da qeyd elədim, çox sürətli dəyişən bir dünyada da yaşayırıq. Gənc xarici dillər öyrənməlidir, xüsusilə ingilis dilini çox vacibdir ki, yaxşı bilsin, davamlı inkişaf etsin və gənclər təşkilatları da onların inkişaf etməsi üçün, dünya görüşünün artırılması üçün, asudə vaxtının səmərəli təşkil edilməsi üçün çox münbit bir məkandır.
Sonda unutmayaq ki, Azərbaycanda 3-cü sektorun bir institut kimi tam formalaşması iki vacib amildən asılıdır. Maliyyə və kadr təminatından. Biri-biri ilə sıx bağlı olan bu iki problemin isə ayrılıqda həll etmək mümkünsüz görünür. Çünki maliyyə imkanlarının məhdudluğu kadr potensialının və texniki resursların olmamasını gətirib çıxarır. Odur ki, bu istiqamətdə sistemli fəaliyyət göstərmək, uğur əldə etmək üçün donorları inandırmaq lazımdır. Təbii ki, intellektli, bacarıqlı gənclərin üzərində böyük məsuliyyət durur. Anfield Stadionunda Liverpool-Manchester City karşılaşması. Mart'ın 2'si saat 24'te İdman Azerbaycan'da canlı yayında. Qobustan qayalarında iz qoyan, qalalarda qorunub saxlanılan, əsrlərin keşməkeşindən keçib gələn tariximiz. Ulularımız bu tarixi bizə yadigar qoyub ki, öyrənək, ibrət alaq, fəxr edək. Martın 3-ü 18:20-də Azərbaycan tarixi. Sizcə yeni həyat şirkətlər qrupunu güclü edən nədir? Düzgün təməl, keyfiyyətli iş, müştəri etibarı və memarlıqda müasir dünya standartı. Artıq hər kəsin rəğbətini qazanmış Grand Həyat layihəmiz də eyni prinsiplər üzərində qurulur. Amma daha da sərfəli şərtlərlə təqdim edilir. 20 il müddətinə illik 8% və effektiv faiz dərəcəsi 4,4 olmaqla